videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, sizləri Bərdar rayonunun 32-lər kəndindən salamlayıram. Deməli, gözəl izləyicilərimiz, gördüyünüz bax bu evdə 2 dənə qusurlu uşaq var. Körpə ikən anaların itiribdir. Biri oğlandır, biri qızdır. İndi isə çəkilişimizi xahiş edirəm, sona qədər izləyərsiniz. Uşaqlar hansı şəraitdə yaşayır. Atası da, bax bu dəqiqə hal-hazırda gəlmişik. Qonşu burada yanımızdadır. Atası hal-hazırda evdə yoxdur. Yəni gündəlik fəhləliyə gedir. Çox asınacaqlı bir şəraitdə yaşayırlar. Yəni evin içində bu qışı peş belə olur. Onun qonşudan kimisi gətirib döşək verir, kimisi yorğan verib. Bax belə 2 dənə uşaq hansı şəraitdə yaşadığını xahiş edirəm hər kəsdən. Sona qədər izləyin, videolarımızı bəyənin və hər bir kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatdırırsa köməklik eləsin bu körpə balalara. Deməli, gözəl izləyicilərimiz, bax indi evə daxil olduq. Qapını salam. Nətərsiz? Sənin adın nədir? Günay. Və sənin adın nədir? Akşin. Akşin? Deməli, Asim. Asim. Gözəl izləyicilərimiz, bax bu gördüyünüz ailə bax burada yaşayır. Gördüyünüz bax bu evdə yaşayır. Yorğan, döşək belə yox imiş. Bax bunu qonşular, nə bilim, kim gücü nəyə satırıb, köməklik eləyib. Bax bu evdə bu körpələrə qav, qaşıq, yəni yemək, qazan, nə bilim, bax belə şeylər heç birisi yoxdur. Bax bu körpə balalara kimin gücü nəyə satırır, xahiş edirəm, köməklik eləsin Allaha xatir. İkisi də qusurludur, danışa bilmirlər. Məktəbə də getmirlər. Yox. Heç birisi getmir, vapşı getmir. Yox. Neçə yaşı var görünürsən? 18-in içində oldu, bu 18 tamam. Sən Allah, iş uşaq deyil. Danışa bildim, bunu görək bəlkə apardıq. O da hələ götürsələr. Bax bu krafatı, yorğanı, döşəyə bir nəfər xanım verib dedi elə. Bəli, bax bir dənə bunu, bir dənə bir qadın gəldi verdi, bir dənə yorğan idi, bir yastığı idi. Bax belə bir dənə də bax bu döşəyə. Bax bunda yatır. Ata-bala üçü bunda yatırlar. Üçü burada yatır. Bəli, bax üçü. Anaları körpə ikən rəhmət Anaları edir. 34 yaşında rəhmət edib. 34 yaşında. Ananın Anaları özü. 34 yaşında. Bax televizor nədir? Onlar evdə bax axşam vaxtında bax qışı belə otururlar. Bunlar bir dənə qapıda üzr istəyirəm, bir dənə yaxın onları yox. Atan imkanı yox elə. Ancaq məsələn aylıq ata baxın pulları 370 manat bunlara hökumət maaş verir. O da iş bunlara yemək içmək paltarıyla. Yaşadıqları damlar. Orada bir otaqda atam yaşayır, burada da bir otaq. Bunlar bu qışı bax belə soyuq evdə yaşayırlar. Çıxanda qazlarına da baxın, yəni çoxçuların çoxu aparırlar. Çoxçularını da aparırlar. Çoxçu o uşaq bu şişəsini qırdığı üçün çoxçu apardılar ki, cəlb gətirək onu da gətirim. Allaha and olsun onlar qışı belə yaşayırlar. Yalan deyirəm sallama deyib qışı belə yaşayırlar. Yaşadıqları yer. Mən də özümüz bir dənə taxalım var, əl taxalım. Evim hazır oluyor, evim təzə tikilmir, hökumət tikilmir, köməkli evlər, yanım qardaşlar. Çət yığılıb, köməyim ayı tikil. Zəravatdan baxır. Sən evin yanır. Mənim evim yanmışdı, keçən yanvar ayında yanmışdı. Çət yığıldım, köməkli elədi. Sağ olsunlar. İcra nümayəndəsi də biraz köməkli, çox da mən ulan deyim, yəni yalan. Allah köməklər olsun. İcra nümayəndəsi Bərdə Vidadi müəllim də köməkli elədi. Allah canı sağ olsun. Çətdən Cəfər müəllim var, o da köməkli elədi. Yəni çət çalmaq köməkli elədim. Evim yanmışdı, yəni heç nə çıxarda bilmədim. Bir dənə alan bitirən mən onu çıxardım mən, yandı. Hani onu çalmaq kimi, amma da bir dənə 5-in 4-də bir otaqdır. Həl də xaldı, onda üzr istəyirəm, bir ailəmdir, bir qızdır, iki uşaq. Üçümüz bir yerdə yaşayırıq. Bunlar da məsələn, orada bir isti yeməyimiz onu çıxarır, yeri gəldi otururlar burada. Mənim əlimdən gələn budur, əmi kimi. Allah kömək. Qardaşın uşaqlarıdır bunlar. Qardaşın balalarıdır. Yəni mən bunları qardaşım belə gördüm, çətin vəziyyətdədir, açığın deyim. Dedi aparaq bunları qoyaq bir hökumət nümayəndəsinə, Betonxanaya da. Dedim mümkün. Yəni burada ölərəm, onları mən qoymaram gedə. Allah Burada mən kömək olsun. şorda yesəm onları yeyəcək, qatıda yesəm onları yeyəcək.
Amma mən bir dənə yəni çətinlik onu deyirəm ki, yəni köməklik valla yenə deyirəm, bax o qadın kimisə tanımıram. Allah kömək olsun. Hər kimsə Allah kömək olsun. Elə bir maşın idi. Bax o döşəkdi, yastıq bir yorğan onlar gətirdi. Onlar üçü ata-bala iki Qarabağda yatırdı. Bir yorğanları var idi. Üçünün bir yorğanı var. Bu da işi gizləməmişik. Nədir bunlar? Siz 10 gün yanımda dedim. Dedim bax mən burada nə bu üçü bir yorğanda yatırdı. Arvad gətirəndən üçü iki yorğanda yatırdı. Bax o uşaq oğlan ortada yatır, qız qıraqda atasından ikisi bir yorğanda yatır. Qız bir yorğanda yatır. Allah kömək Yəni olsun. bunların vəziyyəti. Sadəcə bunlara bir köməklik. Və Allahın bir dənə kaçalkası nədir? Bunlar su götür və ya uyulanmır. Üzr istəyirəm, mənim yoldaşım, yəni mən bunların çilməkdir, paltarlardır, yumaqdır. Onların hamısı sizin. Allah köməyiniz olsun, qardaş. Fani dünyada yaşayırıq, ey qazanım. Allah'ım yəni qardaşım nə deyirəm. Allah kömək olsun. Yoldaş ailə yoxdur da, baxma da burada 2 xeyla. Bundan azcıq 40 yaşı var. Dedi ki, bunu aparaq qoyaq yetimlər evinə, baxsında hökumətin nümayəndələri gedib eləməyək belə. Allah göydən bunu qız uşağı. Mən ona tərəf bunu aparım hökumətin nümayəndə. Alınmır da, yəni ürəyim dayanmadı. Dedim mən nə yeyəcəm onlardan. Vallahi danışdırım, heç nə biri danışa bilmir. 5 dənə kəlməni desə birini deyə gələr, 4-ünü deməyir. Bu təsadüflər yerində heç nə götürməmişik. Palları da paltar. Əyinlərində paltarları da yoxdur. Nədir budur? Baba. Bunları görəcəyiniz, bax deməlim hakimsə bunlar. Baba. Bunları görəcəyiniz paltar, ata, bala bunlar. Bax bunun içində. Vəssalam. Mən məsələn belə tutmasın əmsiyəm. Mən belə yer gələr, başqa nə gəzərəm, əynimi jilet ona verir. Kofta almışam giyini və əyninə. Mən ürəyim gəlməz onlara nəyəsə eləmək. Mən orada giyinim onlar orada da qalır. Mən sadəcə sağ olun, sıçarmam. Əmin çox istəyirsən, sən də. Yəni sadəcə bizim köməyimiz odur ki, bunların Allah'ın olsun qapıda. Bunların yeməyinə, içməyinə, paltarlarına, nə bilim, bax belə şeylərə mən bilirəm ki, gözəl insanlarımız kömək eləyərlər. Orada deyil. Nə olar ki, bu da xəstə uşaqdır, bunu qırıb. Bax, bu özünü idarə edə bilmir. Bunun bir şey, kimin nəyə güc çatır, köməklik eləsin də, yəni. Bir el, obayıq, bir millət kimi, Azərbaycan millət kimi, bunlar da anasız uşaqlardır. Mən də özüm də fəhli işləyirəm. Mən kənddə başqa işlə məşğul deyiləm. Özüm fəhli işləyirəm. Yəni deyirəm, belə söz söyləyəm, mənim özümün evim yandı. Mən qış gündə yanvaranda çöllərdə qaldım ayrı uşağına. Yəni kənd cəmaət köməklik elədi, icra nümayəndəsi köməklik elədi. Allah canlarını sağ Allah eləsin. kömək olsun. Müdadə müəllim, icra nümayəndəmiz köməklik elədi. Tapşırdı ki, köməklik edin. Yəni getdim dedi köməklik edin. Yenə də bunları özümdən aralamıram. Yəni bir otaqda qalsam da bunları özümdən aralamıram. Mən bunları nətər aralayım özümdən? Allah göydən baxar. Kanişin, Allaha qurban olum, Allah. Bunlar sərgiyər hansısa bir yerdə təqqa. Qardaşım da gedir özü fəhli işləyir. İşləyir, gəlir, belə deyir, burada yatır, durur. Səhər gəlirlər, bir lokma çörək yeyirlər. Baxmadan bunun özünün evindədir. Bax, 3 hərəsinin bir cidin istəkanı var, bax. Hərəsinin bir istəkanı var. Bax, Allah'ın olsun, bax, bircə dənə də çaylıqları var. O da yoldaşından qalan folkadır. 2 qələ çörək fiyatı, bax, budur. Oradan bir isti çay qaynadırıb, şu vaxt axşam durur, su istəyirlər. Ata buradan qaynadıb gətirir, qoyur bura gecə su uşaq sevir. Pəncərələr şüşəsi. Heç biri, pəncərələrin şüşəsi yox, hamısı qulyon var. Şüşələri yox. Bu da yoxdur. Hə, yoxdur. Yəni atam, bu ev ata evim olub, bizim ata evimiz. Ata evim. Hə, Allah kömək olsun. Allah şəfa versin. Allah. Yəni bu burada qalır. Belə yəni bunlara başqa heç də yox, bunlara bir köməklik eləmək lazım. Bunlar bir, nə bilim, indi kim nətər kömək edir, Allah kömək olsun. Cunaydı da adı, hə? Cunay, əmilərdən nə istəyirsən? Paltar istəyirəm. Paltar istəyirsən? Dem misilləri yoxdur. Sən nə istəyirsən qadına? Sən nə istəyirsən əmilərdən? Bu maşın. Hə? Bu maşın. Maşın istəyirsən? Oraya danışalım. Eşyamız Bu yox. maşın. Hə? Eşyamız yox. Döşəyiniz yoxdur. Yox. Üşüyürsünüz yatanda. Mən bu videoya baxan bütün xeyirxah bacılarım, qardaşlarım, Azərbaycanımın həzər qeyrətli bacılarım. Evinizdə əgər artıq yorğanınız, döşəyiniz, yastığınız varsa Allaha xatir. Bax 2 dənə anasız uşaqdır. Xahiş edirəm, əgər kimin evində döşəkdir, yorğandır, yastıqdır, bax belə şey varsa xahiş edirəm bu uşaqlara versin, nə olar.
Allah kömək olsun. Allah şəfa versin. Allah hamı kömək olsun. Elə bunlara Sabah Allahın köməkliyi ilə bizim bu videomuza baxan Azərbaycanımın Koroğlu qeyrətli qardaşlarıma buradan səslənirəm. Bu uşaqlara sabahlarım nə olar? Hamınıza mən buradan bir Azərbaycanlı balası kimi yalvarıram. Sizin başınıza dönərəm. Sizi verən Allaha qurban olaram. Bu uşaqlara səhərlərim qəşəng bir bazarlıq eləyək gətirək. Bəlkə də bu uşaqlar Allah haqqı mən bilirəm ki, bəlkə də bu uşaqlar heç meyvə nuvar eləməyibdirlər bilirlər. Bilirəm ki, yəni bu uşaqlar heç kim yaddan çıxartmaz. Əlbəttə. Heç kim bunları yaddan çıxartmaz. Bunlar yəni əqli qüsurlu uşaqlardır. Burada otur desən oturasıdırlar, dur desən durasıdırlar. Allah kömək olsun. Bunlar belə görür, laf ürəyi ağrıyır. Belə heç bir şeylər... Allah şəfa versin, qardaş. Ata sizədən fəhil olub, yoldaşı xəstə olub, analar xəstə olub, rəhmətə gedib, ata çətini çəkib. İndi deyib, bu saatlarım ata çöldə fəhləlikdədir. Ot yığır, nə bilim nə yığır, nedir onun presin yığır, nə birini qarpız alan çəkir. Ki balaların... Allah kömək olsun. Allah kömək Orada olsun. bir tər dolanırlar. Köməkli eləmək lazım ki... Qav, qaşıq, bax belə şeylərdə baxanlardan nə olar? Bərdədə, Bərdiyə yaxın. Bax belə köməkli eləyin. Qav, qaşıqdır, nə uşaqlara paltardır, isti yorğan döşəkdir. Valla burada and olsun Allaha. Bu dəqiqə şəxsən mən üşüyürəm. Yəni soyuqdur, valla. Bu qışı bunlar burada belə keçir. Allah, o. Bu qışı bu uşaqlar burada ata ilə baba var. Bir yorğan, bu da bir yorğan. İki yorğanda 3 nəfər keçirirlər bu qışı bunlar burada. Soyuqda. Mən şəxsən mən əmiyim. Mən orada üstümə yorğan sərif yatanda mən nə bilim, bax, belə tutmasın. Ürəyim ağrıydı ki, yata bilmirdim. Yerim də yoxdur ki, yığardım yanıma. Yerim yoxdur, bircə dənə 4-4-də bir dənə daxalda yaşayıram. Yanıb deyirəm. Evin şəraiti yoxdur, heç nəyim yoxdur. Allah öz kömək olsun, qardaş. Allah kömək olsun. Özüm şəxsən mən, Allah göydən baxır. Mən özüm şəxsən yorğanda yatanda, bunlar burada soyuq evdə yatanda mən ürəyim partlayırdım. Allah öz kömək olsun, qardaş. Bu soyuq evdə də biri, yəni kömək eləyək. Xalqımız, bizim xalq böyük xalqdır, həqiqət. Qurban olaram Bizim xalqıma, xalqımız əlbəttə böyük ki. xalqdır. Yəni görürəm də Əlbəttə ki. Köməkli edirlər. Elə o kasıba küsüba kömək eləmək var, onun özü bir sual. Əlbəttə ki, qardaş. Fani dünyada yaşayır, qardaş. Heç kim var dövlətin özü ilə aparası deyil. Bax, burada 2 dənə anasız uşaqdır. Baba, bir dənə bax, palaz yoxdur ki, onlar ayaqlı baxın üstünə. Yoxdur. Mənim də yoxum, nə nətər yoxum deyil. Mənim evim yanında hamısı yandı. Çıxardan bədim də, pəçəkən ki, pacar... Allah heç kəsə görsətməsin. Mənim də 96-cı ildə evim yanıb külü çıxıb, qardaş. Heç kimə görsətməsin. Çətin ki. Allah Yağış yağa yanvar ayının 2-si mən çöldə. xalqımızı var eləsin. Ailə uşaq qaldı çöldə. Allah öz kömək olsun. Gözəl izləyicilərimiz, çəkilişimizi yekunlaşdırıram. Mən xahiş edirəm. Bax, bu gül balalara kimin gücünə satırır? Allaha xatir kömək eləyin.